Ona heç vaxt atmaram. Ay bravo. Bak Mən onun yanındayım. Mənim işlərim düzəlsin, mən onun yanındayım. Halal olsun. sen razısan da. Mən onun yanındayım hər zaman. Git bacının yanına, sarıl ona. Bak ne yaxşı oldu. Ay Allah. Mənim işlərim düzəlsin, onun yanındayım da, mənim yanımda olsun o. Yaxşı, gelmir. Sevgisizliğinden o el olubdu. O kız senin sevgisizliğinden, senin sahip çıkmamağından el olubdu. Ögey ana ona bakmak mecburiyetinde değildi. Sen idin ona bakmak mecburiyetinde olan. Senin övladın idi. Onu o vəziyyətə birinci sen salmısan. O vəziyyətə düşüb, onun da günahı sizdədir. Ama yenə dediyim odur ki, bu Ay kızla xanım, o kızın arasında Bir fərqi dəqiqə çoxdur. zəhmət olmasa Ay xanım mikrofonu götür görək. Bacın da pisdir. Deyir ki, mən onu istəmirəm. Xanım götür Sən də mikrofonu. ona görə ay mama. Sən elə. Götür mikrofonu. Xanım niye bağırırsan? Əlbəttə çox utanıyacaq. Mikrofon. O kız korkun ki bundan ona çıkarlar. Xoş gedən Yaxşı, xanım. hə, onu O sakitləşdirin, maskasını ona sakitləşdirin. görə çıxartmır ki, onu tanıyacaqlar. Ondan O, da əlavə- Bu qız başqa bir qızdır. Bu qız həqiqətən də yazı. Görsən yenə bu vəziyyətdə onun yanına qaçmaq istəyir. Amma o qız öz həyatını qurub, o istəyir tək olsun, O qızın sərbəst heç bir olsun, günahı yox. O rahat qızın o olsun. vəziyyətə düşməsində əmilər, ana və ata ögey anadır. Mən xanımın tərəfindəyəm. Mən xanımı dəstəkləyirəm. Mən xanımın bu vəziyyətə düşməsinin günahkarı əmilər, bu ana və o atadır. Düz elə Siz tutun. məhv eləmisiniz o qızın həyatını. Məhv eləmisiniz. O qız niyə o vəziyyətə düşüb? Niyə o cür əsəbidir? Nə yaxşı var ki onun? Gənc qızdır. Niyə o vəziyyətdə olsun? Allah Niyə eyibləri uşaqlarınıza örtəndir, sahib günahları da çıxmırsın? bağışlayan. Niyə uşaqlarınıza Vallahi sahib mən ama çıxmırsın? size bir şey diyeyim, atasız, anasız da böyüyen el evlatlar var ki, vallahi yanınızdaki kız Nigar, valideyn görmüyübdü, sevgi görmüyüb valideyndən. Görüb, görüb. Yok, onu saklayandan görüb, doğma Nə dəxli var? anadan Sevgi görmüyübdü. görüb də yəni. Ama bugünkü günde görsən valideyni, o kadar valideynsiz böyüyenler Yox, var. sevgi görüb. Oxuyub da, təhsil alıb da, sadece o kızın seçimi doğru değil. Elnur xanım, sizin Seçimi iddialar doğru değil. O qızı psixologiyalinə ziddir bu iddialar. İnsan görüb axı, deyir məni yaxşı böyüdüblər, seviblər, əzizləyiblər. Bəs Bir dənə yaxşı. sadə bir şey var da Bugün ne burada. aktarır o kız? Onda Nə kim axı, o ayrı aktarır? şey. O Bioloji insanın, valideyni o demək insanın lazımdır. marağıdır. Bir dəqiqə. O Ona geç. lazım. Yəni insan ona maraqlana bilər, amma dedi axı, dedi məni böyüdənlər mənə doğmadır. Mən onu Doğmalıq eşitdim, Əli sığallandı, müəllim. nəvazişləndir, Əli müəllim, həmdərd olmaqlandır. özünüzün sahənizdən danışırsınız. Amma mən Mənim sahəm hər şeyin içindədir, yaşadıklarımdan, İnsanın yaşadıklarımdan və beynindən gördüklərimdən danışıram. Mən dəyərlərdən danışıram. Mən Azərbaycanlı qadının Dəyər ailənin psixologiyasız həyatından dəyər danışıram. yoxdur. Mən Psixologiyaya sizə görə qoyublar ki, siz, adam tanı öz psixolog amplonuzda deməkdir. haqlısınız. Amma burada nə məsələ ortaya çıxır? Bioloji ana olmaq, ana olmaq deyil. Bir də o xanımı böyüdən Nümunədir ana, da, bəli, bioloji sevgi ana verir. deyil. Amma analıq eləyibdir. Bu Röya isə xanım, bioloji mən onu- anadır. Bu heç nə eləməyibdir. 12 ildir burada deyirəm. Heç mən o xanıma deyəcəkdim ki, mən Gəlin. 12 ildir burada deyirəm. Mən o xanıma da deyəcəkdim, sənə doğma olan, sənə analıq edən bir qadın varsa, bir ana varsa, səni atan anaya axtarmağa dəyməz. Mən həmişə efirlərdə onu demişəm, həmişə deyirəm. Sən demirik, ağır. Ay xanım, səndən danışmıram, ey. Mən yendirəm, məni böyüdən anaya mən böyük hörmətim var. Vallahi O mənim xain hər çıxmır. şeyimdir həyatımda. Amma mən yenə də mənim haqqım var bilməyə ki, mənim anam kimdir, atam Bəli, kimdir bəli. və hansı səbəblərdən Bu mənə insan- Və bir maraq- axtardığınız varsa, mən sizin hər birinizdən rica edirəm. Birinci, sevdiklərinizə çox zaman ayırın. Bax, bunu mən sizə xoş gedəm Hidayət qızı olaraq deyirəm. Sevdiklərinizə çox zaman Sabah ayırın ki, açılmaya bilərəm. zaman onları sizdən ayırandan sonra oturub ağlamayasın. Sabah Birinci məsləhətim bu. İkinci, bir axtardığınız varsa, onu dərhal axtarın, tapın. Müraciət edin, gedin, onu axtarın, tapın. Çünki
o qədər dəhşətli andır ki, o qədər dəhşətli hisslərdir ki, mən o hissləri sizə heç cür çatdıra bilmirəm və onun bilmirəm necə təsvir edim ki, mən o hisslərimi sizə çatdıra bilim. Axtarmağa doğru eləmirsən, Nigar. Amma bir dənə mən bu xanıma bu sualı verim, son dəfə deyirəm. Qızın yenə qayıtmasını istəyirsən də ər evinə, barışıq istəyirsən. Yəni istəməsəm də qızımın yanında oturmağa, durmağa, qızımı saxlamağa mən nədən Yəni barışıq lazımdır? istəyirsən də sən. Mən vallahi nə deyim vallahi. Onu öz yoldaşı bilər, özü bilər. Rövşənə, sənə sabaha qədər vaxt verirəm qızım. Sabaha qədər düşün. Gör bu barışıqla, bu üç uşaq, yəni bilmirəm, indi həyatdır da bəlkə insanı geri qaytarmaq olacaq, müalicə edəcəyik, əgər içki düşkünüdürsə, bəlkə onu bir xəstəxanaya qoyacağıq. Bəli, sənə də psixoloji nömrə 1-ə elə Əlin Ağıyevin yanına buradan mən səni göndərirəm, xahiş edirəm əlimlə qəbul etsin. Mən hazıram. Sabaha qədər düşün. İstəmirəm, Xoşqədəm xanım, mən onu Ay qız, düşün də istəmirəm olmaz, düşün.